Allah'ı seçtiğin zaman ağlına getirmədiyin möcüzələr başlayır. Hakkında ucadan danışılmayan, qəlbin sükutunda qul ilə Rəbbi arasında baş verən gizli bir hal var. Bu, canını yandıran ağrıya səbr etməkdir. Elə bir ağrı ki, nə qədər ağır olduğunu Allah'tan başqa kimsə bilmir. Bu, çox vaxt şahidləri olmayan bir yoldur. Lakin görən biri var. O, hər şeyi bilir. Əgər insan Allah qarşısında səmimidirsə, səbrində, ümidində və təvəkkülündə Allah ona öz vədinə uyğun cavab verər. Və o zaman varlığından belə xəbərsiz olduğun qapılar açılar. Qəlbin değişər, orada şəraitdən asılı olmayan bir hüzur məskən salar. Həyatına bərəkət gələr. Vaxtın daha dolğun, ruzin isə təsəvvür etdiyindən daha xeyirli, geniş və təmiz olar. Lakin bütün bunlardan əvvəl səni bir imtahan gözləyir. O, ucaltmaq üçün imtihan edər. Uca Allah buyurmuşdur. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Kim Allah'tan qorxarsa, Allah ona hər çətinlikdən bir çıxış yolu açar və ona gözləmədiyi yerdən ruzi verər. Ona görə də yalnız anın ağırlığına baxma. Kimin xatirinə buna səbr etdiyinə bax. Ola bilsin ki, məhz indi sənin o səssiz səbrində, gözə çarpmayan imtinanda, gizli mübarizəndə bütün həyatını dəyişəcək xeyrin təməli qoyulur. Səmimi ol və gözlə. Bu fani dünyadan deyil, Allah'tan gözlə. O səmimi olanları heç vaxt tərk etməz.